Salam dostlar, necəsiz? Mən Ceyhun İsmailov. Bu gün mən sizə elə bil ki, əslində bir listening dərsi kimi olacaq. Elə bil ki, bir dənə teaser çıxıb, Harry Potter'ın elə bil yeni bir serialı başlayıb. Bunun teaseri çıxıb. İstədim ki, yəni oradakı teaser'a baxaq və oradakı ingilis dili ifadələri, ümumiyyətlə, yəni orada Britaniya aksentində çəkilib də anlamağa çalışaq. Ümid edirəm ki, yəni maraqlı video olar. Və vaxt itirmədən başlayaq. Əslində belə baxanda çox da çətin sözlər yoxdur orada. Sadəcə maraqlı kontent olsun deyə istədim ki, çəkim. Aha, budur. Başlayaq baxmağa. İstəsəz elə bunun haqqında, teaser haqqında da fikirləriniz varsa, onu da rəylərə yaza bilərsiniz. Mənə də maraqlı gəlir həqiqətən, yəni filmlərini izləmişəm bu. Serialda necə olacaq? Özdəki, yəni büdcəsi də çoxdur. Hər bölümünə deyəsən 100 milyon pul xərclənib. Yəni bu günə kimi elə bir serial olmayıb deyəsən. Amma başlayaq. I told you. Bəgim bu asan başa düşdünüz. Mən sənə dedim. You are a normal boy. You are a normal boy. Bu da aslında yəni sən normal bir uşaqsan. Bunu deyəsən xalası deyir Harry Potter. And you're going to start acting like one. And you are going to start acting like one. Məsələn, bunu yaza bilərik biz. And you are going to start acting like one. Like. Sorry. You are going to start acting like one. Görəcəyik yaz. And you're going to start acting like one. Hə, deyək ki, sən başlamısan, yəni bu cür davranmağa artıq. And you are going to start acting like. Yəni, acting like davranmağa da, yəni belə davranmağa başlamısan mənasında. You are going. You think you're something special? You think you're something special? You think you're something special. Yəni ki, yəni sən fikirləşsən ki, you think you're something special. Yəni ki, səndə xüsusi nəsə var kimi fikirləşsən. There is nothing special about you. There is nothing special about you. There is nə deməkdir? Var ya da yoxdur. Yəni there is var deməkdir. Nəsə var səndə. There is bir dəqiqə. Nə dedi? There is nothing There is nothing də yəni yoxdur. Special about you. Yəni səndə nəsə qəribə bir şey yoxdur da, özəllik yoxdur. O məndə special xüsusi özəllik. I've always wanted to know about my parents. I have always wanted to know about my parents. Əslində bunun listening videosu kimi də biraz çəkirəm. Hə, burada da demək istəyir ki, I have always wanted to know about my parents. Yəni ki, mən valideynlərim haqqında nəsə bilmək istəmişdim. Həmişə. Your parents were the kindest, bravest. Your parents were the kindest. Bunu yazaq. Kindest. Yəni sənin valideynlərin mehriban idi. People I ever met. Dəqiqə. Your parents were the kindest, bravest people. Bir də bravest deyir. People.
Bir dakika, vergül budur. Əslində səhv yazmamışam bunu. Sadəcə vergül. Evet. Your parents were kindest, yəni mehriban, bravest, cəsur people I ever met. Yəni bu günə kimi gördüyüm ən mehriban və cəsur insanlar idi. I ever met. They were funny and clever. And They were funny and clever. Onlar yəni funny, əyləncəlidirlər, and clever, ağıllı idilər. stood up for what they believed was right. And clever. And they stood up for what they believed was right. They stood up for. Sonra nə deyir? And clever. And they stood up for what they believed was right. For what they deyəsən belə, bir də qulaq asaq. And clever. And they stood up for what they believed was right. Hə, they stood up for what they believed was right. Yəni deyir ki, stood up for yəni ki, nəsə arxasında durmaq, mübarizə aparmaq da, yəni bunun üçün. Onlar yəni mübarizə apardılar. They believed was right. Yəni nəyə inandılarsa bu düzdür, bunun arxasında mübarizə aparmağa çalışırlar. The next time I see you will be in Hogwarts. Next time deyək gələcək zaman I see you will be in Hogwarts deyir deyəsən. The next time I see you will be in Hogwarts. Hə, yəni deyək ki, mən səni gələcək səfər şeydir, Hogwartsda, yəni bu kinonun keçəcəyi yer, serialın keçəcəyi yer Hogwartsda, da orada görəcəm. Mr. Potter, I think we can expect great things from you. I think we can expect great thing about you dedi deyəsən. I think we can expect great things from you. From you yəni. Deyir ki, biz sənin haqqında yəni səndən gözəl, yəni yüksək gözləntilər gözləyə bilərik. Let's see who you are. Let's see who you are. Let's see who you are. Yəni görək də sən kimsən. Bu mənada. Burada bitir. Onsa çox dialoq yox idi belə baxanda. Sadəcə yenə dedim, yəni maraqlı bir video olsun deyə çəkdim bunu. Sadəcə. Are you really Harry Potter? Are you really Harry Potter? Bu da yəni asan bir cümlə deyə düşünürəm. Yəni sən həqiqətən Harry Pottersan. Bəli, bu qədər idi. Yəni film haqqında da, serial haqqında da nə düşünürsünüz onu da yaza bilərsiniz. Eyni zamanda yəni siz də dinləyərkən anladınızmı? Anladınızsa, yəni ya da mənim izahımı bəyəndinizmi, anlamadığınız hissələr oldusa bunu şərhlərdə yazarsınız. Növbəti videolarda görüşmək üzrə və belə videolar əgər istəyirsinizsə davamı gəlsin, like atmağı və bu barədə yorum yazmağı, yəni şərh yazmağı unutmayın. Növbəti videolarda görüşəndək sağ olun.